21. 24. 24. Yaxşı, Geniya konfransında Səmaya söhbət nədən gedirdi? Geniya konfransında elə bil ki, Versal sisteminə Rusiya qoşulmamışdı. Burada ilk dəfə, belə deyək də, Rusiya ilə dövlət arası münasibətləri imzalamaq, normaya salmaq idi məqsəd. Aha. Rusiya tərəfdən Nərman Nərmanov iştirak edirdi. Belə deyək də, bu ilə də Rusiyanı iqtisadi blokadadan çıxartmaq yolunda ilk addım atıldı. Dedi, borc və təzminat məsələlərini həll etmək idi. Düzdürmü? Bəli. Burada Sovet Rusiyası nə bildirmişdi? Nə demişdi Geniya konfransında? Bizə buyur. Demişdi ki, yəni o borclar mənlik deyildi. O borclar Çar Rusiyasının borcudur. Mənlik burada heç nə yoxdur. Fatimə Namazlı. Buradasınız. Yaxşı, dedik 1922-də Geniya konfransı idi. Sonra isə Rakolada satışı idi. Rakolada satışında söhbət nədən gedirdi? Elə bir Almaniya ilə SSR arasındaydı. Hər ikisi blokadadan çıxdı. Deməli, Rusiya və Almaniya iqtisadi blokadadan çıxdı, düzdür. Yaxşı. Davyes planından söhbət nədən girdi və neçənci ildə idi? Davyes 1924-cü ildə ABŞ prezidenti Davyes tərəfindən hazırlanmışdı. Almaniyanın təzminat məsələsinin uzaldılmaq üçün nəzərdə tutulurdu. Bir də ABŞ-ın Almaniyaya borc verməyi, Almaniyanın təzminat uzadılması və miqdarının azadılması. Miqdarının azadılmasında. Bir də Almaniyada yüksək nə var idi? Yaxşı, inşallah. Məryəm, səndən başlayaq. Lokarno konfransının danış görək neçənci ildə idi, haradaydı? Lokarno konfransı 25-ci ildə deməli İsveçrədə keçirilmişdi. Lokarno konfransında deməli Almaniya, Belçika, Fransa, İngiltərə və də İtaliya iştirak edirdi. Konfransda Fransa ilə Böyük Britaniyada Versal sülhün ədalətsizliyindən etiraf olunurdu. Konfransda Reyn təminat paktı imzalanmışdı. Bu da Almaniya, Belçika, Fransa, Böyük Britaniya bir də İtaliya arasındaydı. Deməli 1925-ci ildə Lokarno konfransı İsveçrədə keçirilmişdi. Fransa, Belçika, Almaniya arasında sərhədləri toxunulmazlığı təminat altına alındı və bir anlaşılmazlıqların sülh yolu həll edilməsinə qərar verildi. Buna görə də bu pakt Avropada yeni sülh dövrünün başlanğıcı kimi qiymətləndirildi və bununla da Almaniyada yenidən dövlət arası əməkdaşlığa başlanıldı. Düzdürmü? Məryəm? Bəli, müəllim. Veriyən körlük vaxtı neçənci ildə idi? Harada keçirilmişdi, imzalanmışdı? Nə? Brian-Kellogg paktı. Brian-Kellogg paktı. Bəli. Brian-Kellogg paktı 28-ci ildə idi. Fransa ilə ABŞ arasında bağlanır. Deməli, bu pakta imza atanlar münaqişələri, mübahisələrin dinc yolla həll olunması üzərində idi. 29-cu ildə bu pakta SSR də qoşulur. 20-ci illərin sonuna kimi dövlətlər arası münasibətlərdə inam və sabitlik yaranmışdı. Amma 29-cu ildə böyük böhranla bu sabitlik pozulur. Aha, düzdür. ABŞ-da kim başçılıq edirdi? Kellogg. Fransada və Brian. Aslında İtaliyanın Liviyada həyata keçirdiyi müharibələrdə cinayətləri təsdiqləmiş və İtaliya Liviyadan üzr istəmişdi. Sonra hansı qaldı? Davyes planı 1924. ABŞ Almaniya borc verməyi, bir də Almaniyanın təzminat ödənməsinin vaxtının uzadılması və miqdarının azaldılması nəzərdə tutulmuşdu. Yaxşı. Bu paktı 1939 ildə Almaniyada işğal olunmuşdu. Səndən eyni illər soruşsa Almaniyanın işğalı 39, ondan sonra Çexoslovakiyanın işğalı, Almaniya bütün Çexoslovakiyanı ilhaq etməsi 39,
Polad Paktı 39-cu ildə imzalanmışdı. Polad Paktında söhbət nədən gedirdi? Müharibə vəziyyətində tərəflərin bir-birinə yardım etməyi nəzərdə tuturdu. Yəni bir-birinə yardım etməli idi. Yadda saxlayın. Ondan sonra yaxşı. Molotov-Ribbentrop Paktı 1939-cu ildə idi. Bunu kim imzalamışdı? Almaniya ilə SSR. Kim? Almaniya ilə SSR. Həmin bu paktda nə deyilirdi? Tərəflər bir-birinə hücum etməməlidir. Yəni mehribanlıq olmalıdır. Və Almaniya SSR Polşanın bölüşdürülməsinə razılıq verildi. Bir də Şərqi Avropada Almaniya və SSR nüfuz dairəsinə bölündü. Bu cümlə yazıb bu bir dənə. Bu baxın bir dənə zəhmət olmasa. Hə. Bu da İspaniyada vətəndaş müharibəsi 36-39-cu ildə baş vermişdi və faşistlərin qələbəsi ilə başa çatmışdı və İspaniyada faşist diktaturası yaradılmışdı 39-da. Həmin burada SSR respublikaçılara kömək etmişdi. Və xalq cəbhəsi gəldi 1936-cı ildə İspaniyada vətəndaş müharibəsində. Faşistlərə kim başçılıq edirdi? Franco başçılıq edirdi. Yaxşımı? Keçirməz bu. Faşistlərə kim kömək edirdi? İtaliya ilə Almaniya.